əsla oxumadım. İlləti də buydu ki, o kitab fotokopi idi, xalis fotokopi olduğu üçün onu oxumadım. Axırı düşdüyünə görə, həm də çox səfərləri düşdüyünə görə, həm əvvəldən, həm axırdan onun tarixini tapa bilmədik. Amma ChatGPT-nin yardımı ilə, Google Gemini-nin yardımı ilə yetişdik bura ki, hududən 200 il bundan öncə yazılmış bir kitaba bənzədir. İkinci kitab ki, oxuya bilmədik, onun da illəti budur, çox əvvələn Avropa məmləkətlərində saxlanıldı. İkinci, kitabdan fotokopi idi. Kitabın özü bəlli deyildi ki, nə cürdür. Bəlli ki, çox cırılmışdı falan, amma fotokopidə də bir cür idi ki, çox səhifələr qəri idi. Ona görə də onu oxumadım əslində. Yəni yapışmadı mənə onun rəngi, elə bir ki, məsələn, məsnu bir şey gəldi mənə. Ona görə onu oxumadım. Amma onlardan sonra bir dənə əlyazıya yetişdik. Yəni əlbəttə hər üçü də əlyazı idi, amma bu da bir əlyazıya yetişdik ki, adı Təsnim-i Məhəmməd, Əş'ari Təsnim-i Məhəmməd idi. O qoymuşlar PDF-də. Biz onun yenə də əvvəli axırı düşdüyünə görə onun şeyində tapmadıq. Amma bildik ki, bunu yazan bir şəxs, önəmli şəxs Xürrəmi ya Həzmi adı ilə özün şeirlərində tanıtdırır. Bu yazar Həzmi idi. Bunu mən yazım burada. Həzmi ya Xürrəmi. Bu adla özün tanıtdırırdı. Bu adı axtaradıq, gördük ki, bu ad hududən 500 il bundan qabaq, 400 ta 500 il bundan öncə yaşamış bir şəxsiyyətin əli ilə yazılıb. Amma mənim ciddi sorğu suallarım var idi əsərin haqqında. İki dəlillə görə. Biri buydu ki, bu yazıda, bu bir dəftərdir. Bunu mıx məncəliyiblər. Mıxla, yəni bu dəftəri tikməyiblər. O zaman da kitabları, dəftərləri tikirdilər. Burada görürük ki, bunu məncəliyiblər. Məncəlləmək taza bir sistemdir. Yəni, dəstgah olar ki, bunu isə mıx qoyasan, mıxı sıxasan, dəstgahı, dəftəri ortadan mıxlaya, bu taza bir sistemdir. Əski sistem deyil. Bunun üçün mənə bu gəldi ki, bu dəftər tazadır. Və bu Cəzmi, ya Xürrəmi, ya Cəzmi, hər kəsdir, bu taza bir adamdır. İkinci bu ki, bu dəftərin üstündə xət, o mıxın yanınca bu dəftərin üstündə hamıncır ki, biz uşaqlıqda mədrəsədə məşq yazardıq. Məşq dəftərində bir abı xətt olardı, nazik. O xəttlərdən var. Abi deyil, abi də olsa mənim gözüm təşxis vermir abiliğin. Belə bir xətt var. Bu xətt də taza dəftərlərdədir. Yəni, bu da yenə keçən 250 ildə olan dəftərlərdədir. Hər halda bundan da bir neçə şeiri oxumağa çalışdıq. Amma üçün özəl bir kitab idi, əl yazmadı, çox məxsus əl yazmadı. Onu da biraz zorla oxuduq. Amma ChatGPT ilə köməklik alaraq falan, Gemini ilə köməklik alaraq çalışdıq ki, oradan-buradan biraz oxuyaq. Çox dərin, mənalı şeirləri var. Amma dediyim kimi, mənim bu kitabın 500 il olduğuna görə biraz ciddi sorularım var. O cümlədən maddi, bunun şeirində müşkülüm yoxdur. Əlbəttə bu ola bilər ki, o şeiri 500 il bundan qabaq Xürrəmi adında bir adam desin. Bu da ola bilər. Bir nəfər bunu nüsxə eləyib bu dəftərin üstünə. Bu da ola bilər. Amma üçün dəftərin əvvəli, axırı düşübdür. Biz heç bir nişanə tapmadıq ki, bu dəftəri əcəba bu nüsxədir, yoxsa şeydir. Amma mənə bu gəlir, yəni bu gəlir ki, əgər bu Xürrəmi ya Cəzmi, bağışlayın, Həzmi, əgər bu adam 500 il bundan qabaq yaşamış olsa ki, o cür görünür, bu dəftərdə mixkub çıxandan sonra, yəni o məncənə çıxandan sonra bunu məncənləniblər, o zaman yazılsa, demək ki, bu hətmən nüsxədir. Bu sonuncu məsələdir ki, bu kitabları ki, dünən oxuduq, onların haqqında deyə bilirəm. Amma gedək görək bu günləri hangi kitablar bizim şansımıza çıxacaqdır ki, onları oxuyaq. Bir lüğəti şahidi var.
Bunu açaq. Fikirəm qabaqcadan bunu oxumuşduq. Ona görə buna çox vaxt qoymayacaq. Əgər o olsa, elə cildindən də belə görünür ki, o deyil. Bir lüğət-i ərbəə var. Bunda bu taza kitablardan açdığımızdır. Bir də bir tarix var. Bu 3 dənə kitabı bu gün açaq görək ki, bunlardan nə ələ gətirə bilirik. Əvvəl gedək birinci kitab bu şeydir. Təsnimi Məhəmməddir. Gördüyünüz kimi burada mix var ortada. Dəftəri mixinandır. Dediyim kimi ola bilər bu şey olsun. Kitab eyni halda görürük ki, köhnəlibdir. Şeirin burada da cırığın görürük. Burada cırıq var. Burada dəftər cırılıbdır. Bunu görürük. Yəni ortası da cırılıb. Tək qıraqları yox. Hər kəs istəyib elə bu dəftərdən biraz cırıbdır. Amma gözəl bir şeirləri var. Yəni çox dərin, mənalı şeirləri var insafən. İkinci kitaba geçsək, bu bugünkü açdığımız birinci kitaba geçsək, kitabı biraz kiçildək ki, səhifəyə yerləşsin. Lüğət-i şahidi deyə buna ad qoyublar. Yazıb ki, 921 Hicri qəməridə bu kitab 56 səhifədə yazılıbdır ki, PDF-də 28 səhifədə görsənir. Niyə ki, PDF-in hər bir səhifəsində kitabın 2 səhifəsinin əksini qoyublar. Onun üçün bu 56 səhifəlik kitab 28 səhifə görsənir. İndi bu kitabın tarixinə baxdığımızda, bunun tarixini hesablayaq. Deyək ki, lüğət-i şahidi ad lüğət-i şahidi tarix 921 Hicri qəməri səfhə 56 səhifə. Bu məlumatdır ki, bu şeyin üstünə yazılır. İndi desək ki, bu gün 1447-ci il yox, bundan çıxsaq 921-i ki, bu kitab yazılıbdır. Bu kitab ayda nə oldu? Qatışdırdıq. 1447-ci ildən 921-i çıxsaq 526 il öncə bu kitab yazılıbdır. Yəni yazı tarixi 526 il öncə yazılmış. Bu da bizim burada çıxartdığımız. Amma gedək kitabın özünə bir baxaq şurası nə cürdür. Kitabın cildini görürük. Osmanlı dövründə suyun üzünə çəkilən nəqqaşilərlə bu şey olduğu üçün, bəzəndiyi üçün o dövrəyə aiddir. Baxırıq görürük kitabın qıraqları Şirazə. İndi bu başda gördüyünüz o kitabın bir-birinə vərəqlərin yapışan yeridir Şirazə. Görürük ki, oraya cırılıbdır. Qıraqlarına da baxırıq, görürük ki, qıraqları da təqribən çürüyübdür kitabın. Birinci səhifəsini, yəni kitabın cildini açırıq, birinci səhifəsinə baxırıq. Burada bir yazı görürük, kitab möhrü Usmaniyyə kitabxanası, Süleymaniyyə kitabxanasında İstanbulda Fatih məhəlləsində saxlanılır. Bunu da görürük. Bir ayrı səhifədə görürük ki, burada fəalatun, fəalatun, fəalatun deyə bir şey yazıbdır. Bu da şeirin şeyidir. Üstdə də bir nöqtəsiz 2-3 cümlə yazıblar. O da kitabın ehtimalən kimindir ya da kim vəqf eləyibdir. Bu halətdə onu göstərəcəkdir. Buradan da bu üzə bir də yazılar görürük. Bu birinci səhifədə ki, ehtimalən kitabla heç bir ilgisi yoxdur. Ondan sonra bu lüğət-i şahidi dediyimiz görürük ki, şeir ilə başlanır. Benami xaliqu hayyu təvana, qədimu qadiru binavu dana. Buradan başlanır. Şeir beləsi gəlir. Görürük ki, bunun qırağında lüğət-i şahidi Dədə Əl-Muləvi rəhmətullah əleyhi rəhmətən vasiə. Kitabın adı lüğət-i şahidi Dədə. Pəs kitabın adı, əsl adı lüğət-i şahidi Dədə Əl-Muləvi. Bu çox mühümdür. Dədə Əl-Muləvi o qabaqçı şahidi ilə bəlkə bunun bu fərqi olar. Bir də bunun indi burada görürəm ki, bu kitabın qırağında bəzi kəlmələri aparıb qıraqda yazıbdır. Qıraqda belə əcib bir
Elə bir ki, məsələn, günə biz dairə çəkirik dövrəsində uşaq olanda belə elə bir işıqlar gedir. Onu da burada görürük ki, o cürsə eləyiblər. Kitab həm cırılıbdır, aşağıda cırılığını görürük. Ortası, yəni şirazəsi də cırılıbdır, onu görürük. Səfə cırılıbdır, ayrı kağızla yapışdırıblar. Çox işlənib, kəsafət olubdur, çoxlu buna kirlənib. Kitabın səhifəsi çox kirlənibdir. O birisi səhifədə də görürük ki, su gəlibdir, şirazə yenə cırılıbdır, aşağısını kağızla yapışdırıblar. Kitabın heç bir kadrı ya çərçivəsi zadı yoxdur. Sadəcə yazı yazılıbdır, şeir halətindədir. Misrələrin arasında bir azca 1 santimetrdən, bəlkə biraz da 8 mm, 9 mm arı ilə şeirləri qoyubdur. Təəssüflə kitabın o su gəldiyi yeri Şirazədən səbəb olub ki, bəzi şeirlər oxunmaya. Yəni, elə bir ki, ora ya sudan dolayı çox, hətmən sudan dolayı çox ora saralıbdır. Şeirin son kəlmələri orada biraz bəlkə itibdir. Bəlkə, çünki oxumadığım üçün hələ indidən qəzavət eləyə bilmirəm ki, ora şeydir. Şeirin sistemi bu birisi səhifələrdə dəyişibdir. Orada hər misrə, o birisi misrə, yəni beyt bir-birinin qabağında misrələr yazılırdı. Burada bir-birinin altında bir misrəyi 2 sətirdə yazır. Birin burada, birin biraz aşağı, onun aşağısında biraz fasilə ilə yazır. Beləsi bir və qırmızı yazılar var, görürük bunların üstündə. Üstünə ədəd qoyubdur. Bunları ehtimalən lüğətlərin eşikdə yazmaq üçün bunlara nömrə qoyubdur, gedibdir orada yazır. Bunu görürük, o qırmızı nömrələr ya xət də çəkibdir üstünə, davam edir aynı. Bəzi yerdə də görürük ki, bu kitabı siliblər, yəni kitaba su tökülübdür ya da su tökəndən sonra da barmaqla filanla bunu siliblər, o yazı ki, qıraqda yazıb onu sürüdüblər, aradan aparıblar. Yəni, ola bilər əmdi olsun ya da hətta ola bilər ki, bu, məsələn, burada gördüyüm üçün deyirəm, ortasında şeirin görürük ki, o sütmə deyil, bəs barmaqla sürtüb aradan aparmayıblar. Bəlkə bir ağ laç, ağ bir rəng sürtüblər onların üstünə ki, görsənməsin, bu əllərindən də dəyibdir, ya damcı düşmüşüm, belə siliblər, yayılıbdır kitabın ortasına. Bəs bu da görünür ki, əmdən bilə-bilə istəyiblər ki, məsələn, burada bir şey yazılmışmış, onun üstün örtələr. Onu da üstün rənglə örtüblər. Bu da bir növ sansurdur ki, sonralar olur. Təəssüflə. Burada da görürük bəzi yerdə aynı sistem davam edir, aynı şeirdə yazılır və aynı. Amma o kirkəsafət dediyimiz hala davam edir. Şayət də dedim, o sudan dolayı olsun, su gəlib kitabın hər yerini alıbdır. Yəni, mən burada gördüyümə istinadən deyə bilirəm ki, bu kitab ən azından 2 dəfə sel basıb bu kitabı. Su basmayıb. Yəni, bu cür dəyişə su olmuş olsun. Ehtimalən bu əslən selə giriftar olubdur. Və burada qırışlığını da görürük. Bu səhifədə həm görürük ki, külli kitabın ortası, yəni şirazəsi ayrılıbdır. Onu bir ayrı kağızla yapışdırmağa çalışıblar. Həm də görürük ki, kağız quruyanda qırışıbdır biraz. O saflığın əldən veribdir. Onu da burada bu 2 səhifədə görürük. Qıraq yazılarda dedim, ehtimalən o şeyləri gəlirlər. Hər yerdə o kitabın, hətta belə deyə bilirəm ki, belə nəzərə gəlir, kitab ortadan cırılıbdır, onu yapışdırmağa çalışıblar. Bunu da indi bu səhifədə görürəm. Orada da dedim, oxuya bilinmir. Ehtimalən elə aynı dəlillə olmuş olsun. Amma burada çalışıbdır ki, o kağız yapışdıracaq, o kağızı elə yapışdırır ki, yazının üstünə düşməsin. Bu da cəlibdir. Burada da görürük ki, həm o şumarələri yazıblar, həm də şumarədən sonra o şumarələr ehtimalən bir-birlərinə istinad verilir. Yəni, məsələn, burada yazır 1, orada da yazır 1, yəni bu onun mənasıdır, beləsi olacaqdır. Amma burada görürük ki, şeirin içindən cızıq çəkiblər, cızığı aparıblar üstdə ya böyürdə, onun mənasını orada yazıblar. Bunu da burada görmək bizi görsədir. Kitaba ən azından 2 dəfə bunun içinə sel düşmağın
deyə bilirəm. Saralığının da, sarılığının da və çirkli görsənməsinin, kirli görsənməsinin də bir illəti o ola bilər. Məsələn, bu 21-ci səhifə PDF-də baxanda görürük ki, su gəlibdi, yazılar burada aradan gedibdi. Yəni bir çox yazıları aşağıdan səhifənin özəlliklə əsası və başı yazıları aradan gedibdi. Çox heyf olsun ki, bu son səhifələrdir. Təqribən bunlarda demək olar ki, kitab küllən asib şey görübdü, xəsarət görübdü. Ən 4-5 səhifə də ki vardı, baxırıq. Bunlarda da su gəlibdi, amma geçibdi, biraz bir-birinə vurub, amma aradan aparmıyordu. Kitabın sonunda gəlirik, ehtimalən bir tarix görəcəyik burada. Yazının formatına baxanda, o formanın ki yazılıbdı, ona baxanda görürük. Şahidiyə hər kim eyləsə dua. Bu son şeiri elə bil gərək əvvəldə oxuyaq, görək ki, nədir? Deyib ki, kitabın yazısının əvvəlinə, dedim, o cırıldığı üçün kağız yapışdırıblar. Düşübdü yazının üstünə, bəlli deyil ki, nədir? Samidən qafə, buradakı kəlməni siliblər, sonra yazmağa çalışıblar, rənginə dedim, bunu şey ediblər. An ləpək, qaxdun, puyüz, silürğəğniyədək. Nə deməkdir? Bunlar bilmirəm nədir. Çün hesabı əbcədi büldün təmam, töhfəmün tarixini bil ey humam. İndi əbcəd ilə ihtimalən əbcədin özüdür. Bu hesab üzrə it bu məsrədən şumar, qaldı səndən şahidi, şahidi no yadigar. Burada qaldının özün nömrəsini yazıbdı, 145, səndən 164, şahidi 320, no 04 ya 54, no 54, yadigar 234. İndi bunları bir-birindən burada cəm edib. Kitabın özü qırağında 921-ə yetiribdi. Qırmızı ilə bunu cəm eləyibdi. 921-də yazıbdı ki, bu kitab yazılıbdı. Failatun, failatun, failat. Bu kitabı ögürən iç abi həyat. Ögürən, dedik ki, bu türk ləhcələrində fərqlidir. Azərbaycanla Türkiyədə məsələn fərqlidir. Azərbaycanda örgən, Türkiyədə ögürən deyə R-nin G-nin yeri dəyişilir. Şahidiyə hər kim eylərsə dua, Allah Teala rəhmət eyləsin, bağışlasın bu şahidini, edə məhşərdə şəfaət müstəfa. Elhamdülillahi aləl itmam və səlatu və səlamu alə seyyidil ənam və alihil kiram və əshabihil izam. Məzhəkət əlləzi tərbika əl-əqlam. İndi burada nədir? Bunlar çox da yaxşı oxumur. Təhrir fi əvasiti cəmadiyül əvvəl. İndi burada tarixi özü aşağıda yazıbdır. Amma ehtimalən bu şeydir, o 991-921 deyil. Bu nüsxənin təhrir, yəni o ki baxıb yazıbdır özü. Nüsxə deyək. Nüsxə tarixi, burada yazaq nüsxə tarixi, görək ha vaxtı. Nüsxə tarixi əvasiti cəmadiyül ola min şuhuri səneyi nə mənə səlsə və səb'inə və əlif. Sələsə, səlsə və səb'inə və əlif. 1073. 1073 Hicriye qəməridə bu kitabı adam şey eləyibdi, nüsxə eləyibdi. Biz bu kitabda iki tarixi ilə qarşılaşırıq. Bir yazarın tarixi ki, özü şeirində dəldir ki, bu hesab üzrə aid, bu misrədən şumar, bu misrədən deyir ki, oxu ilə, bu misrəyi cəm elə, çıxsın kitab ki, özü də bu işi görübdür. O 921-də yazan şahidi deyə adam yazıbdır. Əlbəttə bunun adını gedək şurada tapa bilərik ya yox. Və
1073-də də Allah rəhmət eləsin, başqa birisi bunu nüsxəliyibdir. Təəssüflə onun da adını bilmədik kimdir. Tamam. Buradan da bu yüzden bir şey yoxdur, yəni səhvə yoxdur ki, oxuyaq. Qeydaq səhvənin kitabın ən başdan görək ki, burada nə yazıbdır. Cildi gördük, cildidən sonra görək burada yazıb ki, Bismillah. Burada indi görək bu nədir yazıbdır. ایزدی تعالی از ماد از شما راضی باد. ایزدی تعالی بسم الله ایزدی تعالی از مادر از شما راضی باد. به نام خدای تعالی آغاز کردم. Belə bir şey yazıbdır. Bu kim yazıbdır bunu? Acaba bunun özü yazıbdır, bir ayrısı yazıbdır, onu bilmirik. İkinci səhifədə, burada da Süleymaniyə kitabxanasının möhrünü görürük. Tarix da qoymayıblar, elə fəqət o kitabda. Əsərtu el-nusxətəl mu'təbərə və əshabül məarif ələ əlibəy əş-şəhiri bi ələtəlizadə və əmməl Əbdülfəqir iləl mütəal Məhəmməd əl-Məd'uvi Lə'li Əfəndi Raqəd Ərdusi Əfa ənhuma. Hər halda burada görsənir ki, bu kitabı İstəərtu, ehtimalən bu istəərtu nə mənasındadır? Mən ariyə aldım. Yəni bunu bir nəfərdən alıbdır, nüsxəsini yazar. Kitabın əslini bir nəfərdən alıbdır. Ehtimalən nüsxəsi bu olacaqdır. Nüsxəsinin adı. Yazarı burada yazaq. Yazar şahidi, amma adı qalsın hələ. Bunu taparıq. Nüsxəsi kimdir? Nüsxəsi. İstəərtu nüsxətəl mü'təbərə min əshabil məarifi Əlibəy şəhiri Əlibəydən alıbdır. Yəni kitab Əlibəyindir. Oradan bu Əlibəydən alıbdır. Əlibəyin adı nədir? Əş-şəhiri bi ələtət bi əlsəti ya bi əltəli ya bi ələstəli. Belə də oxuna bilər. Ələstəli zadə və əmməl əbd. Kim bunu alıbdır? Əl-Əbdülfəqiri iləl mütəal, iləl nəməniyi mütəal. Ehtimalən ilah olacaqdır. İlahil mütəal. Məhəmməd əl-Məd'uvi. Məhəmməd, bu yazan Məhəmməd əl-Məd'uvi Lə'li Əfəndi. Əl-Məd'uvi Lə'li Əfəndizadə. Zadə əl-Rudusi Əl-Rudusi Rodoslu Əl-Rodusi. Pəs bu əl-məd'uvu nə mənə demağınadır? Bunu niyə yazıbdır? Bunu bilmirəm. Məhəmməd əl-Məd'u. Ehtimalə adı əl-Məd'u. Məhəmməd əl-Məd'u Əli Əfəndi Zadə Əl-Rudusinin oğlu olacaqdır. Kitabı yazan bu olacaqdır. Dədəsinin də adını yazdı, özünü də yazdı və dedi Əfəllahu ənhuma, Allah onların hər ikisini də bağışlasın. Özünə də dua elədi, Allah rəhmət eləsin. Allah mənim dədəmə də, sizlərin də dədələrinizə, nənələrinizə ölmüş olsa rəhmət eləsin, diri də olsa rəhmət eləsin. Çünki rəhmət diriyə daha çox lazımdır ta ölü. Pedərimiz Rudusi Əli Əfəndi mərhumundur. Yəni bir dənə şeir Əli Əfəndi
demişdi orada. Pəs burada bu li Əli bu məd'uvu niyə yazıbdı belə? Ehtimalən dədəsinin, dədəmin oğlu, o dədəm çağırıb bu dünyaya məni, ona görə deyibdi. Məhəmməd Əli Əfəndizadə, Ruduslu Əli Əfəndizadənin oğlu. Burada bir şeir onun dədəsindən pədərimiz Rudusi Əli Əfəndi mərhumundur. Yəni bu şeir rəhməti ümmidinin budur, sibqəti rəhməti Əli. Nə mənə? Burada şeirin qalanı ehtimalən gedib ora, baş tapmıram. Bu qədər cürmü bişmarım ilə rəhməti ümmidinin budur ki buyurdi Xudayı Əzz və Cəl səbqəti rəhməti əla qəzəbi. Səbəqət rəhməti əla qəzəbi. Şeir budur. Bu qədər cürmü bişmarım ilə rəhmət-i ümmidinin budur səbəbi. Oxudum. Rəhmət-i ümmidinin budur səbəbi. Ki buyurdu Xudayı Əzz və Cəl səbəqət rəhməti əla qəzəbi. Mənim rəhmətim qəzəbimdən önündə gələr. Ya öndədir. Ya Rəbbi bana lütfünü son dəmdə rəhbər et. İman tam kamil və münci müyəssər et. Ya ilahi bəni qərqimğufran ilə. Ya ilahi bəni qərqimğufran ilə. Qalma əskikligümə lütfi edib ehsan ilə. Bunun dədəsi belə yazmışmış, onu da gətirib burada qoyubdur. Kitabın özü başlanır qırmızı xəttinə Lüğət-i Şahidi Dədə Əl-Mevləvi. Yəni kitabı yazan budur. Dədə Əl-Mevləvi kitabı yazan bu olacaqdır. Bunu mən hardan? Burada yazdıq. Yazar Şahidi Dədə Əl-Mevləvi. Tamam, kitabı yazan budur. Rəhmətullah aleyhi rəhmətən vasa. İndi görək ki, bu nə dildə bunu yazıbdır, onu da bir baxaq. Benami xaliqu hayyu təvana, qədimi qadiru binavu dana, sənavu həmd şükri binəhayə, sipasu minnətu bihəddu qayə. Ana kim var edib bu kainatı, yərətdi həm həyatı, həm məmati. Yox ikən o dedi, var oldu aləm. Yox ikən ol dedi, var oldu aləm. Həm etdi qüdrəti ilə hənnaki Adəm. Burada nə mənədir? Xaki Adəm ehtimalən. Həm etdi qüdrəti ilə xaki Adəm, torpağı Adəm etdi. Onun nəslindən etdi ənbiyayı, xüsus hakim, həbibi Müstəfayı, səlavat ilə səlam ol şahə daim, ki anunlə din İslam oldu qayim. Dəxi əshab-ı alinə ki bunlar, anun şər'inə oldular müsəxxər. Pəsəndən sonra bil mərhum məğfur, Xudayı ol kəmalatı ilə məşhur. Xudayı kimdir? Pəs ondan sonra bil mərhum məğfur, Xudayı ol kəmalatı ilə məşhur, ki validdir bu muhtac gedaya. Xudayı bu dədəsidir, bunun dədəsidir, yazanın dədəsidir. Pəs ondan sonra bil mərhum məğfur, Xudayı ol kəmalatı ilə məşhur, ki validdir bu muhtac gedaya. Dədəmdir, ola ruhinə rəhmət binəhayə. Dəxi məsum ikən cəhd ilə mərhum. O zaman ki deyir uşaq özü məsum, yəni uşaq idim. Mərhum dədəm cəhd ilə oxutmuşdu lüğətlər banə mənzum. Mənə lüğətləri, dilləri, ya lüğətlər mənzum sözlər. Bir dilin, məsələn türk dilinin sözləri. Oxutmuşdu lüğətlər banə mənzum. Banə yəni mənə. Bənə ki bu günləri şeydə bən deyilir, biz Azərbaycanda mən deyirik, budur.
Oxuydum əvvəla töhvə Hisami, müəttər oldu anla canu məşami. Hisami adında bir lüğəti oxuyubdu bu. Hisami. Fikirəm bu kitabı qabaqcadan oxumuşuq, amma bu bir ayrı nüsxədir. Yəni mənə bunlar tanış gəldi. Dəxi oxuydum əvvəla töhvə Hisami, müəttər oldu anla can məşami. Can məşam burun, iyi çəkən, ətri çəkən üstə buna məşam deyirik. İndi deyir ki, can məşami, yəni canımın ruhum şey oldu da, yəni oxudum onları çəkdi canına. Dəxi mənzum oxuddi çox lüğati, çoxlu lüğətləri, dilləri yəni. İçirdi təbimə abi həyati, dirilik suyun mənim təbimə içdi. Soruşma oldum lüğət elmində, şu rəsmə oldum lüğət elmində mahir, lüğət kim bilməsəm, oleydi nadir. Deyirəm, bu kitabı mən qabaqcadan oxumuşam, onun üçün bunu oxumayacağam, gedim Gedadə kəza 10 salə olduqda xudayı, edib rəhlət xudi dari fənayı. Deyir, mən 10 yaşına yetişəndə dədəm ki, xudayıdır, öldü getdi, rəhmətə getdi. Yetim oldu 10 yaşında. Bana qaldı lüğət elmi müsəxxər. Dədəm getdi, mənə nə qaldı? Lüğət elmi müsəxxər. Nə elmə bəşləsəm oldu müyəssər. Hanki elmə getsəm, çünki dili beşərirdim, sözləri bilirdim. Hanki elmə getsəm çox rahat oldu. Müyəssər, yəni sadə, rahat. Xüsusə elmi Rəbbani ki, Sultan Cəlaləddin demişdir məğzi Qur'an. Sultan Cəlaləddin deyibdir ki, bu ehtimalən Sultan Cəlaləddin görək kimdir? Bunu mən bir özəlliklə bu Cimnaydan soruşum ki, ihtimal verirəm. Bu günləri yenə də biz belə bir problemlə qarşı-qarşıya gəlirik. Sultan Cəlaləddin kimdir? Sultan Cəlaləddin Xarəzmşah Cəlaləddin Mingəbirnü tarixin ən böyük və cəsur hakimlərindən biri idi. O, Xarəzmşahlar dövlətinin sonuncu sultanı idi ki, Moğollar qarşı böyük müqavimət, görək bu tarix qoyub buna, tarix qoyubdur 1231-də deyir ki, nəhayət şey oldu, Allahın rəhmətinə getdi. Cəlali təqvimi də ehtimalən elə bununki olacaqdır. Sənəd çapı kənarında, Sindi çayı kənarında baş verib. Moğollarla onu mühasirəyə alanda, o öz atını çaya vurub, o tayına keçdi. Çəngizxan onun bu cəsarətini görüncə öz oğullarına dedi, bir atanın belə oğlu olmalıdır. Tamam, görək bu ChatGPT bundan nə yazdı? Yazdı ki, doğumu. İndi bu doğru yazdı. Yazdı ki, doğum tarixi 596 Hicri qəməri, vəfatı 628 Hicri qəməridir. Bu adam bu illərdə kitab, əgər bunun üzü ilə baxsaq, kitab çox və bunun zamanında olsa da cəlibdir. Çünki indi bunun zamanında bundan ad çəkdi. Hara gəldik biz? Kitab burada dedi ki, xüsusən elmi Rəbbani ki, Sultan Cəlaləddin demişdir, məğzi Qur'an, kitab-ı məsnəvi kim qüvvəti candur, ziya və nur-i çişmi aşiqandur. Elə indi məsələ budur ki, ehtimalən bu o zamanda yazmayıbdır. Bəlkə onun sözünə istinad edibdir. Çünki məsnəviyə də istinad edir, ondan sonra o birisi ustadlara da istinad edir. Ona görə o tarixdə ola bilər yazmasın. Eləcə də öz yazdığı tarixçi sonunda yazmışdı, 921. O bizim dərdimizə daha çox dəyər ta bu. Sultan Xarəzmşahı burada qərələyək, çünki bu bizi şeyə salar.
yanlışa salar. Kitab-ı Məsnevi kim qüvvəti quti candır. Qut yəni qəza, yemək. Quti candır, ziyavu nuri çişmi aşiqandır. Ziya nurdur, elə nur da nurdur. İkisinin, amma iki dənə kəlməni şeir üçün gətirdi. Bana kəşf oldu bi təlim ustad, anınla edərəm uşşaqı irşad. Yəqin bildim ki bu nurəstə məsum, lüğətlər oqiyə vəzni ilə mənzum. Əgər ana hər elm olur, əlbəttə asan. Olur aləmdə bir mərdi suxəndan. Xuda şahid eləyə ruhun, xuda şad eləyə ruhun hisam rəhmətlinin. Verə cənnətdə əlasın məqamun. Tamam, görürük ki, bu şeir dediyim kimi bu kitabı öncədən oxuduğumuz üçün buna baxmırıq. Amma burada bir şeiri oxuyaq, qırmızılar ki, şeyləri çəkibdir. Bu nə deməkdir? Kard, bıçaq. Buna bir qoymuşdu karda, bıçağa da bir qoyubdu. Ard, un. Bunlara 2 qoyubdu hərəsinə. Dəmir nə peykan demiş. Dəmir nə peykan demiş. Bu da 3 dəmir peykan işlətmiş. Neyzə 5 qoyub buna. 4 niyə yoxdur bilmirəm. Hər halda neyzə səküzə. Neyzə səküz ya da sakuz. Belə bir şey, səküz. Səküzə. Gəriş ya giriş. Tiruc, çiriş. Çiriş nə deməkdir? Çiriş tir. Tir. Kəman, oq və yay. İndi burada çiriş, tir, bu 2 dənə. Çiriş, tir, bu 2, 1. Bunu 2 eləyirdi. Kəman 2, oq və yay. Bunları da burada yazıbdır. Bunların altına bir nömrə qoyubdur. Xur günəşdir ehtimala ya günəşdir. Yer, zəmin. Bunların xur günəş olacaq ehtimalən. Xur günəş. Yer, zəmin. Jalə çə. Jalə çə. Gök, asman. Bu jalə nə deməkdir? Bizdə çə deyildi. Çə. Çə kimi. Çə ya çə. Kök, gök, asman. Yağmər, yağmirə, yağmır həman. Yağmirə, baran. Yağmirə, baran, dəcül, əbr, bulut, mah, ay. Bunların altına nömrələri qoyduğu üçün, məsələn, 5-i yazıbdır, yağmir, baran, onun kendi altına 5 qoyubdur. Əbr 7, bulut 7, mah 9, ay 9. Burada nömrələr ədədlə getmir. Xoşuna gəlib də onu qoyubdur. Niyə də qoyubdur, onu da bilmirəm. Yəni, niyə məsələn 9 qoyubdur, fəsədə 8 yoxdur məsələn. Niyə 4 yoxdur? Məsələn, burada 4-ü görmürəm. Əslən, 4 ədədi işlətməyibdir. Məsələn, 8-i işlətməyib. Baxıram, görürəm. Burada 8-i əsla işlətməyibdir. Calibdir. Burada işlədib, yox. Məsələn, harada o birisi beytidə deyir ki, qav öküz, əstər qətır, xər eşək, əştür dəvə. Bunların yenə dediyim ki, qav 1, öküz də 1. Əstər 2, qətır 2, qatır həman. Xər 5, eşək 5. Bunların altına nömrəsi o cürdür. Üştür dəvə. Üştürü 4 qoyubdur, ya 4'dür, bəli, 4 qoyub. Burada da 4 qoyub. Tamam, 4'ü də işlədib bəs. Əsb, at, 7. Bunların içində altına 7. Madyan, qısırıq. Qısırıq. Madyan, qısırıq. Bizdə qısırıq dediyimiz kəlmə bu olacaqdır. Qısır əmən də deyilir, ehtimalən buradan gəlir. Yəni ki, çiçi heyvan ki, qısırı əmir. Qısır əmən. Və süm, kərə, tay. Bu nə deməkdir? Kürrə, tay. Day. Biz day deyirik. Kurre. Farsdakı kurre deyirlər. Kurrə,
tay, day da deyirik biz, day, dayça. Oradan gəlir. Day, dayça. Bu da deyib kurre, day, tay. Tay dəstəli T ilə yazılır. Yəni ki, D-a çevrilə bilir. Bizim Azərbaycanda buna day deyirlər, bir yerlərdə tay deyirlər. Ona görə bunları gətiribdir. Sevdim bu kitabı. Faydasız bir əbəs nəsnə ya bihudə deyil. Faydasız bir əbəs sözünü gətiribdir. Altını xətt çəkibdir. 6 yazıb əlbəttə, xətt çəkməyib. 6. Faydasız bir əbəs nəsnəni həttəmən qabaqcan deyibdir, faydəni deyibdir, filan sizi deyibdir, biri deyibdir. Ehtimalən bihudə, əbəs bihudə. Bunların hangisi Türkçədir, hangisi farsça, onu mən bir axtarım görüm ki, Google Gemini bizə nə deyir. 2 sözdən biri Türkçə olmalıdır. Əbəs mi yoxsa bihudə mi? Görək nə deyir. Bu iki sözün arasında bihudə sözü əslində bizim dildə Azərbaycan türkçəsində daha çox işlənir. Lakin həqiqət budur ki, hər ikisi türkçə deyil. Aha, hər iki sözün kökü farscadır. Əbəs ərəbcədən gəlib, boş və mənasını deməkdir. Mənasıdır. Türkçə qarşılığı nədir? Əgər istərsəniz əsl türkçəsi bir söz işlədəsiniz, bunlardan biri daha yaxşı olar. Boşuna. Ən geniş işlənən sözdür. Boş yerə daha sadə və aydın, yüzsüz, qazansız, bir az daha dərin mənalar üçün. Yüzsüz, qazansız. Örnək, əbəs yerə çalışma, ərəbcə, türkcə qarşılıq. Boş yerə çalışma, tamamən türkcə. Tamam, bunu gətirib deyir ki, farscadır, amma farsca deyil, zahirən ərəbcədən dedi gəlibdir. Fəqət dedi ki, bihudə kəlməsi farscadır. Amma burada əbəs bizdə də həttəmən işlənir də, ərəbcə sözdür, bəllidir. Əbəs 3 nöqtəlisidir, əvvəli də eynidir. Buradan bəllidir ki, həm dəxi bihudə söz söyləyici jajxay. Bizdə sözü, indi burada da sözü deyibdir. Altına xətt çəkibdir ki, yəni söz səzi, söz jajxay. Farsçada jajxay buna deməkdir ehtimalən. Bir ayrı kağız götürməliyəm ki, yazalım. Çünki o kağız qutardı. İndi gələk, bunu cəlib olacaq ki, yaxud, bunu beləsi yazdıq. Gələsə 307-ci cələsədir. Cələsə 307. Tamam, bu kitabı burada qoyaq qalsın. Tarixini də bildik, o zaman yazılıbdır. Nüsxəni də bildik ki, nüsxəni yazan kimdir və hangi zaman yazıbdır, onu da bildik. Gedək ikinci kitaba, bugünkü kitablardan ikinci kitaba, lüğəti ərbəə dediyimiz 4 dilli ərbəə nə deməkdir? Onu bilək. Kitabın cildindən əks salmayıb burada. Kitab PDF görsədir ki, 199 səhifədir. Yəni 200 səhifəlik bir kitabla qarşı yox. Çünki PDF-in birinci səhifəsində açanda görürük, bu kitab PDF-in bir səhifəsində 2 səhifəsini qoyublar. Kitabın əvvəl fiziki vəziyyətinə baxacaq, görək bu kitab nə cürdür. Zahirən belə görünür ki, bu səfərin arxasının əksini qoymayıbdır. Yəni, cildi açacaqdır, içərdən görsün ki, qoymayıbdır. Orada bir yazılar yazılıb, əksi düşüb bu üzə. Görürük ki, orada bir yazılar var. 2 möhür var. Biri qırmızı, biri ehtimalən qərə ya tox abı və biraz yazılar var dalı səhifədə ki, biz onları görmürük təəssüflə. Bu kitabda niyə qoymayıblar bilmirəm. Harada saxlanır, onu da bilmirəm. Kitab şeir şeklində yazılıbdır və qafiyələr bir-birinin altındadır. Yəni, məsələn, deyək ki, bilmirəm, bu bir beytidir, misrəyin 2-yə bölübdür, bir-birinin altında yazıbdır, beytin ikinci misrəyin 2-yə bölüb altında yazıbdır. Mənə belə gəlir, yəni ki,
Misrəin özünü iki yerə bölübdür, üstə bir lüğət, onun mənasını adda bir ayrı lüğət deyə yazıbdır. Sonra gəlib ikinci beytidə, misrədə bir çərçivə ciziblər, qırmızı rənglə. Şeir bunun içində yazılıbdır. Bəzi yerdə məsələn burada yazıb, yəni məsələn burada bir şeylər də mənisini burada yazıbdır. Yəni bəzi kəlmənin mənisini bunun içində yazıbdır. Ehtimal verirəm ki, bunu da görmüşdük. Belə bir şey. Qırmızı ilə bunun içində yazılar yazıblar. Qırıqda da əlbəttə yazılar görsənir. Buna da səs qoyublar. Cəlibdir ki, bu yazılara səs qoyublar və standart ediblər. Çünki bu 4 dildə olacaqdır. Ehtimal verirəm ki, Türkcə, farsca, ərəbcə və yunanca olduğu üçün. Qabaqcan da belə bir kitab görmüşdük. Ehtimal verirəm ki, bu da onlara tayı olacaqdır. Mənim də zorum bunlara çatmayacaqdır. Lüğət məsələsidir. Hər halda bunu fəqət çox gözəl yazılıbdır. O qədər gözəl yazılıb ki, istəyirəm deyəm, bu çapdır, daş çapdır. Ya mən belə istəyirəm deyəm. Kitabın dövrəsi əl yazı, yəni dövrəsində çəkdikləri cızı əl yazıdır, əl yazmadır. Kitabın içi də əl yazma olsa çox standart yazmadır. Yəni, məsələn, bir adam nə qədər şey olar ki, tamam əlifbanın hamısını eyni vəziyyətdə yazar. Onun üçün biraz şəkkə düşürəm ki, bu ehtimalən əl yazma deyil, çapdır. Mən belə düşünürəm. Amma bəzi şeylərdə görürəm. Yəni bunu deyim ki, məsələn burada quş deyə bir kəlmə yazıbdır. O birisi yerdə də şeylərin heç birisinin beləsi yazmayıb. Məsələn bu çox fərqlidir. Ya məsələn burada yox, bəzi şeyləri beləsi yazıbdır, bəzilərin fərqlidir. Yəni məsələn burada Gəbrani deyə bir kəlmə var. Onu da bundan yazıbdır, amma yüksəkin kığın o cür yazmayıb. Yəni o da ortadadır. Gəbrani də yox, əlbəttə əvvəldəkiləri ehtimalən belə yazır. Yox, onda da məsələn kol sözün beləsi yazmayıbdır. Yəni o da var. Məsələn çığı da beləsi yazmayıbdır. Görün daha nə-mən baxıram elə bu səhifədə. Məsələn yazıb ki, Ənsuli Gira ismidir. Dinko qalu aniki kira. Hər halda bu ayrı bir dildədir. İstəqsə nityasana pağu mən qürbətə getsəm gərək. Məsələn, bu gərəklərin hamısını aynı bir şəkildə, gözümü də aynı o şəkildə yazıbdır. Yəni, nəzərimə gəlir ki, bu daş çap olacaq. Ən azından mən bunu daş çapı kimi görürəm. Amma dedim, qıraqları əl yazıdır. Yəni, çarçüvə çəkiblər, o əllə cizmədir. Mən bu kitabda gəldik kitabın burada ortasında PDF-in 28-ci səhifəsində təmmət deyə qoyubdur, yəni ki, bura qutardı. Bəhr qəmdən oxuyan ərbab-ı dil bulur nəcat. Belə bir failat, bəhr qəmdən oxuyan ərbab-ı dil bulur nəcat. Belə bir şeir ilə də qutarıbdır, 2 səhifə boş. Ondan sonra haza lüğəti ərbəə təlif edən Xanəvi Filsuqi. Aha, bunu yazan kimdir? Müəllifi. Lüğəti ərbəə. Ad lüğəti ərbəə. Yazar, təlif edən əlbəttə. Təlif yəni nüsxəliyən, təlif edən ya təlifçi, Xanəvi Filsuqi. Filsuqi. Yazan budur. Yəni,
Hazihi əmsilət lisan-ı ərəbi və lisan-ı türki və lisan-ı yunani və lisan-ı farsi 4 lisan üzərində tərcümə və bəyan olunmuşdur. Be təlifi Kiridi, aha adı da bunun Kiridi. Bunu bir də yazaq. Kiridi, Kirimiş. Kiridi Xanəvi Hafiz İbrahim Əfəndi. Aha. Xanəvi Filuski. Bunu əlbəttə burada şey deyək. Hafiz İbrahim Əfəndi. Hafiz İbrahim Əfəndi. İndi burada cəlib ki, bu Filuskinin neydi deyək? Buna kəndidir, nədir? Görək bunu tapa bilər belə bir şey bizə. Gedək yenə burada yazaq ki, bir kitabın PDF-i mənim əlimdədir ki, 4 dildə yazılmışdır. Onun təlifçisi isə Özün Kiridi. Kiridli olacaq. Kirid bir yer adıdır. Mən bildiyim Kirid. Kiridli Aydad. Tamam. Kiridi Xanevi Hafiz İbrahim Əfəndi Suguki dir. Bu adam kimdir və hansı çağda yaşamış? Ondan daha hansı əsərlər var? Görək buna görə nə deyir? Səni təbrik edirəm, çünki əlində olan kitab çox nadir və dəyərli bir əsərdir. Sənin bəhs etdiyin şəxs Hafiz İbrahim Əfəndi Filquski bəzi qaynaqlarda Filibəli və ya Filisəvi Osmanlı dövrünün böyük alimlərindən və lüğətşünaslarından biridir. Bu şəxsiyyət haqqında əsas məlumatlar bunlardır. Hafiz İbrahim Əfəndi kimdir? O, əslən Balkan bölgəsindən, indiki Bolğaristanın Filibə, özləri deyilər Plovdiv şəhrindən idi. Təxəllüsündəki Filisquki ya Filibəli sözü də məhz onun doğum yerinə işarə edər. O, 19-cu əsrin ikinci yarısı və 20-ci əsrin əvvəllərində yaşayan bir dilmanc, mütərcim və lüğət alimidir. Əlindəki 4 dilli kitab, sənin bəhs etdiyin əsər böyük ehtimalla onun ən məşhur əsəri olan Töhfə-i Filisquki və ya onun əsasında tərtib edilmiş 4 dilli lüğətidir. Bu kitabda kəlmələr məmulən bu 4 dildə verilir. Türkcə, farsca, ərəbcə, fransızca ki, özü deyir bu dildə deyil. O dövrdə fransız dili elm və diplomasi dili idi. Bu əsər öz dövründə şərq və qərb mədəniyyətləri arasında köprü rolu oynayırdı və təəlifçisi bu dillərə tam hakim bir filosof və ədib idi. Hansı çağda yaşamış? O, Osmanlı Sultanı 2-ci Əbdülhəmid dövründə fəaliyyət göstərib. Onun əsərləri əsasən 1880-ci illərdən 1900-cü
illər əvvəlinə qədər İstanbulda çap olub. Yəni o bu dediyim kimi kitab çap kitabıdır. Bunun üçün də düzdür, önəmli bir kitabdır, amma oxumayacağıq. Çünki bu da həm lüğətdir, həm də keçən 250 ildə çap olduğu üçün bu kitabdan da vaz keçirik beləliklə. Bunun əlbəttə burada əvvəlində bir ərəbcə bir şey yazıb. Bismillahirrahmanirrahim. Elhamdülillahillazi şərrəfəl insane və zəyyənəhu bin nutqi vəl lisani və əkreməhu alə sairil məxluqat və fəzzələ mən şaə min ibadihi bil fəsahəti və el-ihdai ila temyizil lugati ve salatu ve selamu ala seyyidina Muhammedin seyyidil arabi vel acem ve afsahi min nutqin ve tekellemel munezzah aleyhi fi zikri el muhkem igra ve rabbikel ekrem ellezi elleme bil kalem ellemel insane ma lem ya'lem ve ala alihi ve ashabihi mesabihü zülem və yenabiül hikem və bədühü şöyle məlum ola ki zəbani xilafi farsidir zəbani xilafi farsidir və Yunanidə farsidir və Yunanidə əf'al və əsma müştəqqə nəsəqi vahid üzərinə gəlməyib. Əksəri xilafi qiyas olmağın əmsili müxtəlifə Yunani bədül irad به حسب طاقه مصادری کثیره cəm edib hər bir məsdərin xudasində vaqi səhifədə mazi, muzari, ismi fail və ismi məf'ul və əmri qayib və hazir və nəhy məchul və mazi və muzari dəxi təhrir və təsdir edib əyan bəyan etdim. Zira bu kələmat-i kəsirə səmaniyyənin və məchulun əksərisi xilafi qiyas olmaqdan zəbt və inzibati mütəəssir olduğu ərbabın ma'lumidir. Binaən əla zalikə siyəq-i səmaniyyə müqabilə-i səfhi iraət və mazi و muzari و məchul و məstər əzinün قربنده اشارتی و سیاقی ما باقیه mücerredat ile edat olacaktır. Mücerredat ile ma'lum olmakla terk ve terh olunmuştur. Ancak iştiqaq nə vəsilə olmanın bəyani əhəm və əlzəm olmaqla bəyanına şuru bəd-əzin əmsili müxtəlif və mütərrədələri dəxi izah edəlüm. Fil iştiqaq əgər mazi üzərinə tamam. Bunlar tamamən gedir bu hətta tozihlər veribdir. Çox gözəl 3-4 səhifədən sonra da keçibdir burada fil əmsilətil müxtəlifətil Yunaniyyə. Yunanini burada gəlib də açıbdır və sonra da əmsiləti mətrun nəminə mazi məchul keçinə də Yunanidir və bu cür davam edibdir. Biz bu kitabdan geçdik, gedirik 3-cü kitabı açaq görək bu nədir? Tarix deyə bir kitabdır. Fikirlə bu kitabı da görmüşük öncədən. Nədən isə bu səfər kitabları ki indirmişik, bunların çoxunu öncədən görmüşük. Belə bir şey görünür. Burada bu kitabda görürük ki qərə bir gön cildi varmış. Bu kitab çox işlənibdir. Üstündə də bunun basma ya farsça buna nə deyirlər? Bərcəstikarisi olubdur. Bunun üstünə basma şey işləyiblər, amma kitab çox işləndiyi üçün bunun şeyləri gedibdir, köhnəlibdir. Qıraqları da cırılıbdır. Bunu da görürük ki biraz köhnəlibdir. İkinci səhifəsini açanda görürük ki bu kitab Osmanlı dövrəsində nəqqaşı olan, suyun üzünə nəqqaşı olan şəkillə nəqqaşı olubdur. O birisi səhifədə aynı ona taydı. Tarixi tənqihi behəzar fən ki Hüseyin Əfəndi rəhmətullah yazıbdır. Tarixi tənqih behəzar fən. Ana kim? Hüseyin Əfəndi rəhmətullah.
Pəs bu kitabı yazan, bu gen deyirəm, bu kitabı mən görmüşəm. Kitab mənə tanış gəldi. Bu ikinci idi. Üçüncü kitab burada. Tarixi تنقیح به هزار فن yazar Hüseyn Əfəndi. Bu kitabın əvvəlində belə bir şey yazıbdı. Allah Teala rəhmət eləsin. Sonra gəlibdi kitabın hangi səhifəsində, hangi qonunu danışacaq, onu yazmağa başlayıbdı. Cədvəl çəkib onu yazsın. Cədvəlin 3 otağın 3 bölümün doldurubdu, qalanı qalıbdı. Yəni yazanmayıbdı və keçib kitabın əvvəlindən başlayıbdı yazmağa. Kitabı baxırıq, görürük ki, kitab çox xəsarət görübdü. Ehtimalən su keçibdi, cırılıbdı ya da ki, işləməkdən beləsi olubdu, çox işlənibdi. Əlbəttə bir yerdə üstünə qan tökülübdü, ehtimalən belə bir şey görsənir. Mən qan görürəm əslində, bu qandır məncə. Burada tarixlər qoyubdu, 980-i görürəm bir dana tarix, 940-ı görürəm bu bir tarix. Bunlar ehtimalən bu kitabı görmüşük da, yəni bir də insanların ölmək tarixini zaten yazıbdı. Ona görə bunlar şeydir, mən bunu görmüşəm. Kitab buradan geçirik, o birisi səhifədə bunu Əl-Həqir Əbu Bəkr Ağazadə Məhəmməd Amas belə bir şey adam bu kitabın sahibidir. Amma kitab ya Rusiyyədədir, ya da bu Bulqaristanda zətdə bu cür bir yerdə olacaq. Çünki möhrü o cürsü bir yazı görsənir. Kitabın içi Osmanlı dövrünün nəqqaşilərindən, təzhiblərindən, təzhib işlərindən görünür. Çox bir gözəl buna. Kitabın boyu uzundur. Əvvəl bunu deyək, kitabın boyu çox uzundur, eni azdır. Kitabı çox gözəl bir çərçivə çiziblər. Bu çərçivənin yuxarı tərəfi Osmanlı dövründə Bismillah üçün bir yer olur. Bunun üstündə dedik bir məscidin günbəzi kimi olur. Günbəzin də üstündən bir məsələn ruhlar göyə gedirlər ya düşüncə göyə gedir. Onu göstərir. Yəni ki, evin içi ya adamın içi, sonra da birazın eşiyə verə bilir. İnsan düşüncələrindən biraz da eşiyə verə bilir. Belə bir havası var. Normalda zeytuni ya yaşıl yəni üstündə və abı üstündə bu nəqqaşlıqlar olur. Bunu görürük. Yazının özündə Quran kimi ki, indiki Quranlara baxanda ayələrin, hər ayənin sonunda bir dairə çəkirlər, bir yazırlar. 1, 2, 3 yazırlar. Eyni o şəkildə bu kitabı dairə çəkib hər cümlədən sonra o içində rəhliyibdir, bir gül kimi əlbəttə. Bu kitabı mən üçün qabaqcan görmüşəm, fəqət bunu Əlqab-ı Səlatin birinci, bunu əlbəttə qeydib baxarıq ki, nə? Su gəlibdir bu kitaba, bəli, su gəlibdir. Bunun kağız çox gözəl bir kağızdan istifadə ediblər. Yəni bunun kağızı çox əla bir kağızdır. Müqəvva kimi. Bu səhifə ki 26-cı PDF-də 26-cı görsənir. Bu elə kitab 199 səhifədir. 199 səhifədə PDF-də görsənir. Çünki hər səhifəyə bir dənə PDF qoyublar. Dediyim kimi, çünki bu Avropada bir yerdə saxlanılır. Ona görə xəsislik eləməyiblər əksi çalmaqda və keyfiyyəti də yaxşı bir əks salıblar. Hər halda bu kitabı işlədən çox pıntı bir adam imiş. Çünki elə əlinə gəldiğin kitaba sürtübdür. Hər nə olubdur? Məsələn, yenə də burada görürük ki, bir şey salıb sürtüb bunun üstünə. Ehtimalən yağlı bir şey əlindən düşübdür. Sürtüb bunun üstünə. Bu bir tarixdir. Tarixdən bir xülasədir. Kitabın ora-burasına su geçibdir. Bəzən midadının üstünə xətt çəkiblər. Bəzi yazılar qırmızıdır ki, bunlar qabaqçı qonu qutarıbdır, sonki qonunun adı ya şeyinə işarə edir və göstərir ki, önəmli bir şəxsiyyət ya önəmli bir qonu haqqında istəyir danışacaq, dəşəva şeydə yazacaqdır.
Sətirlər bir-birinə çox yaxın, kəlmələr bir-birinin qarnına giribdi. Burada cəlib bir şey görürük, o da budur ki, sənənin üstündə ədəd ilə ili yazıbdır. Yəni hansı ildə yazıbdır, onu ədəd ilə yazıb. Daha hərf ilə yazmayıbdır. Bu da bir şeydir ki, burada bundan qarşıya gəldim. Çox cəlib bir kitabdır. Əslində tarixi tənqih də eləyib, tənqih də yəni pak eləmək, içindən çəkib çıxartmaq. İbtidai zuhuri dövlət-i Səlatin Ali Osman. Burada da o səhifədən başlanır. Səlcuqun sonra işarə edir. Mənaqib Sultan Məhəmməd xan, Vələd Sultan Bayezid xan, Sultan Yıldırım Bayezid xan. Mənaqib Sultan Məhəmməd xan. Tazaşdan qıraqda da bunu yazıbdır. Qıraq yazıları da bunda görürük. O çarçıvə davam edir. Nəzərimə bu dərbar üçün yazılıbdır, dərbarda yazılıbdır. Onun üçün də həm kağız əla kağızdır, həm də bunun o çarçıvələri və yazıları çox şik yazılıbdır. Özəlliklə eşikdəki yazıları çox şik yazılıbdır. İçəridəki yazıları biraz oxumağı bəlkə çətin olar, amma burada da indi biraz qeysaq daliyə Mənaqib Sultan İbrahim ibn Sultan Əhməd xana can bunu yazıbdır. Yəni bu adamın da mənaqibini yazıb. Bu kitab bu zaman yazılıbdır. Niyə bu zaman yazılıb? Çünki bundan sonra Osmanlı sultanların dahi yazmayıbdır. Yəni biz baxsaq deyək bu kitab ha vaxt yazılıbdır. Bunun tarixini buradan tapmaq olar. Sultan İbrahim ibn Sultan Əhməd xan. Bunu yazsaq bura. Sultan İbrahim ibn Sultan Əhməd xan. Əgər iştibah yazmasam onu bir də baxın. Sultan İbrahim ibn Sultan Əhməd xan. Düz yazmışıq ehtimalən. Sultan İbrahim ibn Sultan Əhməd xan. Bu zaman kitab burada yazılır. Çünki ən son tarix ki deyibdir. Bu tarixdə Sultan İbrahim Çağ. Bu yazaq bu kitabın adında Çağ. Görək ki, bu Hüseyn Əfəndi ha zaman yaşayıbdır. Çağ. Sultan İbrahim ibn Sultan Əhməd xan. Tamam. Bu Sultan İbrahim hakimiyyət 1640-1648-ci miladi Osmanlı tarixinin ən maraqlı və gözə çarpan padişahlarından biridir. O, müasir tarix yazılarında bəzən Dəli İbrahim ləqəbi ilə tanınsa da, bu ləqəb onun psixoloji durumundan daha çox yaşadığı çətin həyatın bir nəticəsi idi. Bu sultan haqqında əsas nöqtələr bunlardır. Qəfəs həyatı və taxta çıxış. Sultan İbrahim böyük qardaşı Sultan Murad 4-cü Murad dövründə uzun illər qəfəs sistemində sarayın bir hissəsində təcrid olunmuş halda yaşadı. Qardaşlarının öldürülməsini gördüyü üçün ölüm qorxusu ilə böyüdü. 4-cü Murad vəfat edəndə İbrahim Osmanlı xanədanının tək kişi və varisi idi. Kösəm Sultanın nəqşi. Sultan İbrahimin hakimiyyəti dövründə onun anası Kösəm Sultan tarixin ən güclü qadınlarından biri, dövlət işlərində çox böyük söz sahibi idi. İbrahimin təcrübəsizliyi səbəbilə dövləti idarə etməkdə əsas güc anasının və sədr-i əzəmlərin əlində idi. Kirit müharibəsi, şəxsiyyət və maraqları. Sultan İbrahim Sümür, Samur, kürkünə və cəvahirata böyük marağı var idi. Sarayın hər yerini kürklə bəzəmək istədiyi üçün tarixdə bu dövrü bəzən Sumur dövrü kimi də yad edirlər. Onun bu israfları və bəzi qəribə rəftarı sonradan üsyanlara səbəb oldu. Hakimiyyətin sonu. Sultan İbrahim yeni çerilərin və bəzi dövlət adamlarının üsyanı nəticəsində
taxtdan indirildi və yerinə oğlu 4-cü Məhəmməd, Avcı Məhəmməd gətirildi. İbrahim taxtdan indirildikdən qısa müddət sonra edam edildi. Sultan İbrahim və Xanəvi Hafiz İbrahim Əfəndinin bağlantısı. Sənin əlindəki kitabın müəllifi Hafiz İbrahim Əfəndi Xanəvi böyük ehtimalla ya özü Xaniyə şəhrində Krit adasında anadan olub, ya da orada uzun müddət yaşayıb. Sultan İbrahim dövründə fəth edilən bu şəhər sonralar Osmanlı ziyalılarının bu böyüdüyü mühüm bir mədəniyyət mərkəzinə çevrilmişdi. İstəyirseniz o 4 dilli kitabın, tamam, bunu indi bunun yaxşı tarixləri Hicri ilə yazar mısın? Hicri yazsın ki, biz bunu deyək, bu tarix hangi zamanda yazılıb? Yəni kitabın yazılma tarixi bildik ki, Sultan İbrahim dövründə oldu. Hayda, getdi bu şeydir ki. Aha, burada. Osmanlı şahı ki, Kirit adasının fəthi başladı. Yəni Sultan İbrahim ibn Əhməd xandan söz keçir. Taxta çıxışı, vəfatı, ölüm, doğuşunu yazmayıbdı, amma taxta çıxışını yazıbdı. Taxta çıxışı. Neçəydi? 16 Şəvvali 1049. Vəfatı 28 Rəcəbi 1058. Yəni bu kitab deyək ki 49 ilə 58, yəni 7 ildə yazılıbdır. Yəni bu kitab bunun ən son ilində belə yazılmış olsa, kitabı belə baxaq. Bu kitab 1057-də yazılmış olsa, 1057 ya 58-də yazılmış olsa, mən 58 yazdım. Yəni bu ölən ili Rəcəb ayından biraz qabaq öldürsələr bunu, tarixi biləsi çıxadarıq. Deyərik ki, indi 1447-ci ildir, bundan çıxsaq 1058, 1058, bu olar 398 il bundan qabaq, yəni 400 il bundan qabaq bu kitab yazılıbdır. Yazılmış olursa 398 ta 400 il öncə yazılmış olur. Olub əslən. Tamam. Bu kitab hududən 400 il öncə bu kitab yazılıbdır, tarix haqqında yazılıbdır və ən önəmli dəlil də ki, bu günləri hara getdik kitabımızı tapaq. Tapdıq, budur ki, ən son şah ki yazıb budur. Əlbəttə burada özü tarix qoyubdur, heç ehtiyacı yox idi gediydik oraya. Yazıbdır ki, viladətəş fi sənəyi 1026. Cülusəş 1049. Burada yazmışdı ki, taxta çıxma, bəli, 1049 yazıbdır o. Müddət-i səltənət 9 sənə. 9 sənə nədir ola bilər? Bu 58, bəli, 9 sənə. Müddət-i ömrəş 32 il. Vəfatəş fi sənəyi 1058. Ol sultan yəni o birisi sultanı görməyibdir. Yəni bu kitab bu öləndən sonra yazılıbdır əslində. Çünki bunun ölmə tarixində yazıbdır. Bu bunu göstərir ki, bunun ölmə tarixində görübdür. Əlbəttə aşağıda yazıb bir ayrı bir şeylər də yazıbdır. Yazıbdır ki, o yoxdur, elə həman tarixin içində. Çünki 58-də ölübdür, bu 55-də gedibdir.
Ovlad-ı Kiram Sultan Məhəmməd, onun uşaqlarının da tarixini yazıb ki, hangi ildə doğulublar və hangi ildə ölüblər, onları da yazıbdır. Hamısı da ən çoxu 60-cı ili yazıb burada. Yəni bu kitab 400 il ömrü var. Bəlkə 400 ildən də az olar. 60-da qoysaq, məsələn, olar 396 il. Bu kitab 400 il bu kitabın ömrü var. 396 il. Yəni 4 ilin sözünü danışmır bu kitabda. Sonra bu kitab qurtarır. Kitabın 2-ci bölümü başlayır. Bu da cəlib bir şeydir. Burada da gedir bu Şəhriyar, Sipehr iqtidar, veladət baiz və səadəti tarixi hicrətdən 1051 sənəsində vaqe olub. Sinni şərifləri 7 sənəyə baliq olduqda validi Macidi Sultan İbrahim fot olub. 1058 Recəbün 18-ci günündə təxti dövlət bəxti Ali Osmaniyyə cülus eylədi. Xətti çox rahat oxunan bir kitabdır. Bundan belə ki, əvvəldə baxanda nəzərə gəlir ki, çox qarma-qarışıq yazılıbdır. Çünki kəlmələr bir-birinin qarnına gelibdir. Sətirlər də bir-birinə çox yaxındır. Amma oxuyarkən adam görür ki, yox, çox şeydir. Rahat yazılıbdır. İndi burada sondakı tarixləri, məsələn, 1075-ci adı qoyubdur burada. Bəllidir ki, kitab 2 qismətdən, 2 bölümdən ibarətdir. Birinci bölüm yazılıbdır, o qutarıbdır. İkinci bölümdə sonra aynı əl yazma iləndir. Əlbəttə, ikisi də burada baxırıq, hər ikisindən bir tikə görə bilirik. Aynı əl yazmadır, amma ola bilər ki, illər fərq ilə yazsın, ya ola bilər ki, bir yazar sonra bu əsli kitabı götürsün, onun üstündən yazsın. Burada da bir şey yazıb, Sultan Məhəmməd Xan Rabi müzəffər və həm də padişahi bəxti Osmani, təxt-i Osmani olduqda Bayezidi fot eylədi. İləx. Burada da beləsi bir şeylər qıraqda yazıbdır. O tarixlərə görə bir məlumat burada qoyubdur. Getdikcə də bu tarixləri daha çox görürük. Yəni, məsələn, Ovlad-ı Sultan Xan Salis, Məhəmməd Xan Salis olacaq ehtimalən. Məhəmməd Xan Salis ehtimalən. Burada bunun uşaqlarının adlarını və hangi ildə doğulubdur, onları bir-bir yazıbdır. Bunlar qıraqda, bu kitaba şeyi yoxdur. Bu kitab Osmanlı dərbarına yazılıb verilibdir. Sonra bu kitabın qırağında dövlət adamları işə gəldikcə bir şeylə qıraqda əlavə ediblər. Onu demək olar. Çox gözəl bir kitabdır əslində. Zikri dövlət padişahan duvum در İstanbul Rum. Zikri dövlət padişahan Rum در İstanbul və əhvalühüm əla səbilil icmal ədədi Nəsri 90 müddəti səltənət 1129. Müddəti səltənət bir də sal 1129. Burada da 1129-da dediyim kimi bu dövlət şeyində bu xəttinə yazılıbdır sistemlə. Onun üçün görürük ki, məsələn, çox fərqli bir vəziyyətləri, tarixləri yazıbdır. Dedik ki, bu kitab özü 2 bölümdən ibarətdir və mən də bunu göstərirəm burada sizin üçün. Bu kitaba qabaqcan baxmışdıq, nəzərimə gəlir mənim. Burada sonunda bir cümlə yazıbdır. Bu cümlələri oxuyaq, görək nə yazıbdır. Səltənəti Konstantin və vələdi kudəki Manuel Paloloğu, nəmənə belə bir şeydir. Paloloğus, belə bir adı var. Orası ilə işim yox, amma gedim bu axir cümlələrin, axir səhifədən oxuyayım. Bu kitab zahirən Osmanlıda da deyil. Bu kitab, yəni bugünkü Türkiyədə deyil. Bu kitab başqa bir məmləkətdə dediyim kimi saxlanır. Ehtimalən Atatürk dövründə satılan deyək ki, satılan yox, müftəsinə
kilo ilə çəkilib dövlətin, arşivlərin xaricəyə getsin, karton müqəvva olsun deyə satın. Nə əcəb ki, satıblar. Yəni, heç olmasa o dövrdə bəzi adamlar ağıllı imişlər. Deyiblər bunu indiki Mustafa Kemal saxlamayacaqdı. Bunları yandıracaqlar ya da atacaqlar dənizə ya da tökəcəklər dənizə ya da ki burada tökəcəklər aşqal qabıya, verəcəklər bəqqallar bunlara cırsınlar kağaza, xurma satsınlar. Bunları verək xariciyə. Bəlkə onlar apararlar, saxlarlar. Yəni bəlkə bu ümidinə. Elə o ümidinə də birazı gedib bunların karton olub, müqəvva olubdu. Yəni bunları aparıblar, xəmir eləyiblər, töküblər kitabları, sənədləri töküblər deyək ki, gölə, havuza töküblər. Havuzda istanandan sonra da bunları xəmir eləyiblər, təzəşdən bunları karton eləyiblər, müqəvva eləyiblər. İçində bir şey daşımaq üçün. Amma bunların birazı keçib dövlət ağıllıların əlinə. Yəni bilirik ki, məsələn, bu günləri Bulqaristan Osmanlının ən böyük deyək ki, kitabları, sənədləri Bulqaristanda saxlanılır və universitetdə. Niyə ki, bir dənə zahirən bir xanım, universitetdə çalışan bir xanım bu kitabları görübdür ki, aparırlar xəmir eləməyə, baxıb görüb ki, bunlar əsnaddırlar. Dövlətdən istəyib, ya hər kəsdən istəyib, ya danışıqdan istəyib ki, bunları alsın. Alıblar, bunları saxlayıblar. Onlar yenə sağ olsunlar ki, bizim xiyanətimizin, əlbəttə biz xiyanət deyib, belə deyim ki, düşmən o zaman ki, qələbə eləyibdir, sizin zehninizi silmağın məcburiyyətindədir. Sizin zehninizi silmək üçün arşivlərinizi aradan aparmaq məcburiyyətindədir. Və çün Osmanlı işğal olmuşdu, bizlər də onun, hər kəs gəlmiş düşünməli, Atatürk də onların əlinin altında işləməyə məcburdur. Çünki işğal altında olan bir şeydir. Onlar nə əmr versələr, onu icra edəcəkdir. Atatürk olmasın, hər kəs olur olsun. Yəni adın nə qoyursa qoyun, Mustafa Kemal deyin, Atatürk deyin, təhqir eləyin ya göyə çıxardın. Hər halda o düşmən işğal elədiyi bir torpaqlarda istir bir dövlət saxlasın. Məcburdur ki, eyni bu günləri Əraqda, Suriyədə, Libidə, bəlkə sabah İranda eyni bu iş gedəcək. Yəni Amerika nə əmr eləsə, orada o icra olur. Əraqda, Suriyədə, Libidə, bu müsəlman məmləkətlərdə ki, işğal altındadır hamısı, bunların hamısında aynədir. Osmanlıda da o cür olubdu, Azərbaycanda da o cür olubdu, Rus icra elədi, Çində, hər yer ki, işğal altındadır, işğal altındadır, qutardı getdi. Görək bu sonunda istəyirəm görüm ki, əcəba bir cümlə yazıb tarixlərdən ki, görüm nə nədir. Andan sonra dərisi soyulub və səman ilə toldurulub məmləkət bir məmləkət gəzdirdilər və sair əhvali mərhum Sultan Məhəmməd mənaqibinə nəzər olunə. Buradan da bu ayrı adamları hər halda kitab qutardı. Bunu bilirəm, qabaqcanda oxumuşduq. Bu kitab mənə tanış idi. Bu qədər bu günə yetər. Bundan belə ki, bu kitabları görmüşdük, amma bu günləri heç olmasa burada taza bir şeylə də rastlaşdıq. Bu kitabdan mənə cəlib idi. Yəni, bunları öyrənmək çox cəlib idi. Özəlliklə bildik ki, bu kitabda 400 il bundan qabaq yazılıbdır. O da daha cəlib. Bu tarixin adını yazaq. Görək ki, orada bunu deyək, tarixi dedik ki, tənqihi behəzar fən. Tarixi tənqihi B yazaq, ayrı yazaq. B həzar fən. Səfəsi budur. Bunu da yazaq. 1900 1058 1058 yazaq 1050 1060 yazaq. 1060 Hicri qəməri.
Hicri Qəməri. Tamam, beləsi oldu. Bu kitabı buradan baxdıq. Bir dənə bir cəlib kitab gördüm. Bunu baxaq sabaha heç olmasa, əgər Allah ömür verirsə, bilək ki, sabaha nə baxacaq? Zənannamə. Bu birinci dəfə görürəm. Cüngünamə. Xuban benamə. Cəlibdir. Kitabın 3 dənə ad qoyub burada. Kitab, bunu çox əcib kitabdır. Kitabı açmışıq cildin. Görürük ki, kitab cırılıbdır. Kağız tırtıyıb, köhnəlib, cırılıb, tırtıyıb aradan gedibdir. Cildə yapışan ki, soyulub burası. Bu birisi şirazəsi cırılıb, dağılıb. Bu birisi səhifə yazılıb, filan o düz kitab Süleymaniyə kitabxanasında saxlanır. Və Zənannamə lil Fazil. Bir dənə cəlibdir, burada bu kitab əksi ki, bu kitabın başında çəkiblər, çox modern bir əksidir. Əlyazmadır. Ehtimalən bunu yazan bir mühəndisdir. Mühəndis də olmasa ehtimal verirəm bir tərrahdır. Saxtıman tərrahıdır. Çox gözəl bir tərrahlıq burada eləyibdir. Bir dənə deyə bilirik ki, bir günbəz şəklində, dairə şəklində yarı dairə bir səqf. Sonra bunun iki qırağından göyə gedən iki dənə. Ehtimalən bu da dairədir. Çünki dairənin dalısı görsənmir. Gedir aşağı, həm aşağıya gedir, həm üstə gedir qolları və içərisində də təzəşdən bunun bir ayrı bir sistemi var, deyək pəncərədir, filandır, bəhmandır. Çox gözəl bir nəqqaşısı vardı. Hər halda kitabın adı çox önəmlidir. Mənzumi Zənannamə. Fazil adında bir adam ehtimalən bunu yazıbdır. Şeiridir. Buradan gördüyüm kitaba çox su geçibdir. Kitabın deyə bilirəm, hətta geçməyib. Bəlkə tökülübdür su. Ağzından, kitabın ağzından tökülübdür, geçibdir bəzi yerlərinə. Cöhərin keyfiyyəti yaxşı deyilmiş, biraz qırmızısı var imiş. O rəngi çıxıbdır, cöhərin rəngi çıxıbdır qıraqlarına, amma oxunur. Yəni, cöhərin yaxçılığında burası yaxçıdır ki, bununla belə ki, su döşübdür. Hətta cöhər rəngin verib eşiyə, qırmızısını verib eşiyə, amma qərəsi oxunur. Yəni, o qalıbdır. Şeiridir, əvvəldə bir-iki səhifənin çarçıvəyə salıblar, qalan səhifələrin çarçıvəsi yoxdur. Beləsi çox sadə bir şeiridir, yazılıb gedir, davam edir. Bu kitab yazıblar ki, 170 səhifədir, amma PDF-də bunun 85 səhifə görürük. Nəzərimə gəlir ki, əl yazısı birazdan sonra, davam edəndən sonra dəyişir biraz. Bəli, əl yazısı, məsələn, bu 2 səhifədə dəyişdi. Yəni, çox fərqli bir qələmə geçdi. Genə də dəyişdi. Genə də dəyişdi. Yəni, bu xətt ehtimalən bir nəfər ya 2 ruhi halətləri dəyişir, ya da bir nəfər əl yazıları dəyişir. 2 nəfər olurlar. Qələm də dəyişir. Qələmin ucu da tez-tez yontalamaq məcburiyyətindədirlər. O da dəyişir. Onu da burada görürük ki, qələm dəyişir. Mən bu kitabı oxumayacağam, fəqət baxıram gözəlliyinə. Xanımlar haqqında birinci dəfə bir kitab görəcəyik. Xubannamə. Xubanənamə. Bağışlayın. Xubanənamə. Bu da bir əcəba xubanənamə yazıbdır, yoxsa Xubannamə yazıbdır, Xubanənamə yazıbdır. Yenə də kitabın axirlərinə, ortalarında yox, biraz geçmişik. Burada görürük ki, bir səhifəni kadr dövrəsinə çəkiblər.
çərçivə çəkiblər, qalanı yenə də elə aynı vəziyyətlə davam edir. Amma burada xətlər istər deməyəm ki, çox dəyişmir. Gördüm ki, yox, yenə dəyişilir. Əlyazı və qələm hər ikisi dəyişilir. Kitabın sonuna gəldik, yetişdik. Sonunda da yenə görürük ki, tamam şud. Kari mən nizam şud və düşmən dərdam şud. Calib bir şey yazıbdır. Təmmət tamam şud kari mən. Nizam şudu düşmən dərdam şud. Nə mənə idi? Bu qaldı. İstirdim burum gəlsin əşalı oxuyayım. Katibil hurufi Abdullah el-Bədən bi xatiri Ağa Fəraqəvaləbi surəti təhrir yaft. Nə mənə? Oxunmur, yəni Calib bunu sabahları oxumağa çalışarıq, amma nə mənə yazıb deyim? Katibul huruf Abdullah İbni Abdullah el-Bəğən bi xatiri Ömr Ağa Qəvaləbi surəti təhrir yaft. Bu bir nəfərin adıdır. Ehtimalən Qəzənfər olmuyor bu. Siliblər təzaşdan yazıblar. Yəni hətta bunu yazmaq üçün həm siliblər, həm də bunun üstünə 50 dəfə xudqardı, qələmdir onunla yazıblar ki, o altdakı yazı görsənməsin. Ona görə buna əl aparıblar. Bi xatiri Ömər də oxunur, Ömər Ağa. Qəvalə bi surət təhrir yaft. Hələ bir nəfər Ömər Ağa adında ehtimalən burada oxunan mən Ömər oxuram. Ömər Ağa Qəvaləyi ehtimalən da yidi. Qəvaləyi bu adda bir adam. Bunu sabahları baxarıq görürük ki, belə bir adam var ya yox. Ömrü olursa kitab burada qurtarıbdır. Buradan sonra əlbəttə bir beyt, burada bir neçə beyt. Burada yazılıbdır 5 beyt. Burada yazılıbdır ehtimalən ərəbcədir. Ondan sonra 2 səhifə boşdur. Yenə kitabın ən son səhifəsi ki, yenə də cırıqdır və yapışdırıblar bir yerə. Mirat-ı Cəhan adında bir şeiridir. Bu da yenə qalsın, sabahları görürük, Allah ömür verirsə, bu kitabla tanış olarıq. Beləliklə günümüzü gün elədik, günümüzü çox gözəl elədik. Allaha şükür olsun, bu günləri 2-3 dənə əsər ilə tanış olduq. Əlbəttə nəzərimə gəlir ki, bunların hər ikisini oxumuşduq. Yəni, mən burada 3 kitab açdım. Nəcür oldu? Mən indi ikisinin adını burada görürəm. Aha. Lüğət-i Ərbəə görmüşdük, bunu yadıma gəlir. Lüğət-i Şahidi görmüşdük, biraz da oxudum, yadıma gəlir. Lüğət-i Ərbəədən də biraz oxudum əlbəttə. Tarixi Tənbihi Behezarfən, Həzarfən. Həzarfənin də tarixini qabaqcan oxumuşduq, amma bu səfər bir iş gördük, budur ki, bunun tarixini tapdıq ki, hangi tarixdə kitab, hududən hangi tarixdə kitabın 1-ci bölümü yazılıbdır, 2-ci bölümü sonralar yazılıbdır. Və bu kitabdakı bugünün hesabına gəlmir, yarının hesabına ömür olursa inşallah yarın bu Zənannamə adlı kitabı oxuyarıq. Birinci dəfə xanımlar haqqında bir kitab bəlkə oxuduq. Sağ olun, sağ qalın, Allaha tapşırdım.